Здравствуйте, дорогие друзья! Как ваши дела? Надеюсь, у вас все хорошо, все идет своим чередом. После нашей последней встречи почти уже около 3 месяцев мы с вами не встречались. 3 aya yakındı ki biz sizinle görüşmürük, üzürlü sayın. Я работала здесь в школе turistikçeской. Burada mən turizm məktəbində işləyirəm. Ona görə dərslərdə olduğum üçün uzun sürədir dərs qoya bilmirdim. На прошлом уроке мы с вами говорили о причастии, о действительном причастии. Keçən dərslərdə biz sizinlə məlum feili sifət haqqında danışmışdıq. Feili sifətin günlük həyatda necə istifadə edə biləcəyimiz haqqında məlumatlanmışdıq. Действительное причастие məlum feili sifət rus dilində, stradательный feili sifət məchul feili sifət, yəni hərəkətin başqa birisi tərəfindən görüldüyünü göstərən причастие, yəni feili sifət. Bugünkü dərsimizdə biz stradательное причастие, yəni məchul feili sifət haqqında danışacağıq. Məchul feili sifətlərimiz какой sualına cavab verir. Eyni, çünki bilirik ki sifət feili sifət, daha doğrusu özündə sifətin və feilin əlamətlərini daşıyır. Eyni bizim Azərbaycan dilində olduğu kimi Rus dilində də həmçinin sifətin və feilin əlamətlərini daşıyır. Feil kimi keçmiş və indiki zamanda ola bilir. Sifət kimi isə isimlə uzlaşır və isimin şəkilçilərini, yəni isimin cins şəkilçilərini və yaxud da падеж şəkilçilərini qəbul edir. Stradательное причастие предметin, yəni obyektin üzərində görülən hərəkəti bildirir. Məchul feili sifət deyə adlandırırıq biz bunu. Yalnız və yalnız rus dilində переходный qlaqolu, yəni təsirlik hal suallarına cavab verən təsirlik feillərindən yaranır. Təsirlik halımızın sualları bildiyimiz kimi kavo kimi və что nə sualdır. Çünki rus dilində nəyin sualı yoxdur. Stradательное причастие, yəni məchul feili sifətimiz nastoящее время, indiki zamanına baxacağıq bugünkü dərslərdə biz və keçmiş zamanına baxmağa çalışacağıq. İndiki zaman feillərimiz, əgər xatırlayırsınızsa, rus dilində первое спряжение, birinci təsirlənmə, и второе спряжение, ikinci təsirlənmə feillərinə ayrılır. Первое спряжение, birinci təsirlənmə feillərinə rus dilində sonu ать, et, uç, yat ilə bitən feillərimiz, ikinci təsirlənmə feillərinə isə sonu it ilə bitən feillərimiz aiddir. Məchul feili sifətimizdə, stradательный причастиемizdə həmin o birinci və ikinci təsirlənmə feillərimizə uyğun olaraq indiki zamanda şəkilçilər qəbul edir. Первое спряжение, yəni birinci təsirlənmə feillərimizin feili sifət variantı, stradательный, məchul feili sifət variantı ем şəkilçisi ilə düzəlir və təbii ki plus окончание рода, yəni cins şəkilçilərini də biz buraya əlavə edirik. Допустим, feilimiz забывать, unutmaq. T məkki znakı atırıq. Sadəcə birinci spряжение ait olduğu üçün sonu M və plus мужской родda qoyursunuzsa забываемый в мужском роде, женском роде забываемая, в среднем роде забываемое və cəmdə də забываемые şəkilçilərini qoya bilərik. Yəni unudulan deməkdir. Встречать, qarşılamaq və yaxud rast gəlmək feilimiz. T məkki sonu ать ilə bitir, demək ki первое spряжениеdir. T məkki znakı atırıq, ем şəkilçisi əlavə edirik və plus окончание рода, yəni cins şəkilçisini də oraya qoyuruq. Встречаемые, встречаемая, встречаемые и встречаемые, yəni qarşılanan, rast gəlinən anlamını verir. Risavat, rəsm çəkmək. Feili bilirik ki, hallandırarkən biz üçüncü şəxsin cəmdə risuyem deyə hallandırırıq. Ona görə də risuyemый şəkilçisini buraya əlavə edirik. İli изучать, öyrənmək, изучаемый deyə şəkilçi qoyuruq. Gəlin indi baxaq, məsələn, bir neçə nümunə yazmışam mənə. Bu feili sifət əslində bizim indiyənə qədər который köməkçisi, yəni bağlayıcı sözünün köməyi ilə qurduğumuz cümlələrdir. Yəni, встреча
которую невозможно забывать. Yəni görüş hansını ki unutmaq mümkün deyil. Biz öncələri bu cümlələri belə qururduq və bəzilərinizə də hətta которunun köməyi ilə qurulan cümlələr asan görünə bilər. Lakin indi biz bu cümlələri sadələşdirib fe'li sifətdən istifadə edə bilərik. Незабываемая встреча, yəni unudulmayan görüş deyə qururuq. Встреча slova женского рода. Ona görə buraya bizim fe'li sifətin sonuna biz aya şəkilçisini əlavə edirik. Допустим, посмотрим пример. В своей пьесе писатель подробно описал эту встречу, которую невозможно забывать. Özünün piyesində yazıcı bu hansını ki, yəni unutmaq mümkün olmayan bu görüşü ətraflı təsvir etdi. Biz bunu fe'li sifət olaraq düzəldə bilərik. В своей пьесе писатель подробно описал, что, nəyi, или какую встречу, hansı görüşü, эту незабываемую встречу. Gördüyümüz kimi stradательный причастие, yəni fe'li sifətimiz isimə uzlaşdığı üçün isimlə bərabər винительный падеж təsirli halda hallanıb. Фактор, который часто встречается, tez-tez rast gəlinən amil. Yəni, bunun əslində belə çıxır hərfə tərcüməsi. Amil hansı ki, tez-tez rast gəlinir. Biz bunu fe'li sifətdən istifadə edirik. Часто встречаемый фактор. Очень важен фактор единства, который часто встречается в природе. Təbiətdə tez-tez rast gəlinən birlik amili çox vacibdir. Bunu fe'li sifətlə veririk cümləmizi. Очень важен, что, nə, фактор единства, какой, часто встречаемый в природе. Təbiətdə tez-tez rast gəlinən birlik amili çox vacibdir. Gördüyünüz kimi cümlə который ilə istifadə olunan cümləmiz əslində bizim mürəkkəb cümlədir. Biz onu sanki fe'li sifətin köməyi ilə biraz sadələşdirmiş oluruq. Портрет которого рисует художник və yaxud da portret risuемый художником. Yəni şəkil hansını ki rəssam çəkir və yaxud rəssam tərəfindən çəkilən şəkil. Портрет, который рисует художник, был очень красивый. Yəni rəssamın çəkdiyi şəkil çox gözəl idi. Biz bunu fe'li sifətdən düzəldə bilərik. Портрет, рисуемый художником, был очень красивый. Yəni rəssam tərəfindən çəkilən şəkil çox gözəl idi. Əslində hər iki cümləni biz Azərbaycan dilinə çevirəndə fe'li sifətlə tərcümə etmiş oluruq. Lakin rus dilində bunlar artıq fərqli məna verən cümlələr kimi ortaya çıxır. Предметы, которые изучаем, yəni öyrəndiyimiz fənlər. Fənlər hansıları ki biz öyrənirik. Изучаемые предметы, yəni öyrənilən fənlər. Есть несколько важных предметов, которые изучаем в университете. Universitetdə öyrəndiyimiz bir neçə vacib fənlər vardır. В университете у нас имеются несколько важных изучаемых предметов. Bizim universitetdə bir çox və bir neçə vacib öyrənilən fənlərimiz vardır cümləsi. Yəni gördüyümüz kimi stradательное причастие, yəni məchul fe'li sifət obyektin bəzən bəlli olan, bəzən də bəlli olmayan şəxslər tərəfindən üzərində görülən hərəkəti bildirir. Yəni öyrənilən, bizim Azərbaycanda məchul fe'llərimiz vardır. Öyrənilən, oxunulan, edilən, görülən mənalarını verən fe'li sifətimiz rus dilində stradательное причастие deyə adlanır və ümid edirəm ki, hətta istifadə edə bilməsəniz, bəzən ola bilər ki, sizə mürəkkəb gəlsin bunların istifadə edilməsi. Təbii ki, siz который sözündən qura bilərsiniz yeni cümlələrinizi. Lakin mətnlərdə qarşınıza çıxdığı zaman ən azından söhbətin nədən getdiyini anlamış olacaqsınız. Növbəti hissəmizi izləməyi unutmayın. До свидания, берегите себя.